Bismillahirrahmanirrahim. Elhamdülillah. Ellezî lehul esmâul husna ve sıfâtul ula. Elhamdülillahillezî yebqa ve yehleku mâ sivâ. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Allahümme subhaneke la ilme lana illa ma allamtana. İnneke entel alimul hakim. Allahümme salli ve sellim ve barik ala abdika ve rasulika Muhammed ve ala alihi ve sahbihi ecmain. Əmmə ba'd. Bugünkü dərsimiz inşallah zahiri əməlləri tərk etməklə imanın əsli gedir, yoxsa qalır. Bu haqda olacaq. Çalışacağıq bu mövzu haqqında olan bütün məsələlərə toxunaq və Allahın izni ilə qaranlıq olan məsələlərə aydınlıq gətirək. Çünki bəzi qardaşlar bu mövzuya heç bir bilikləri olmadan girmiş və nəticədə keçmiş alimləri və müasir alimləri murciəlikdə ittiham etmişdilər. Dərsə keçməmişdən qabaq bir məsələni nəzərinizə çatdırım. Bəziləri iddia edirlər ki, zahiri əməllər olmasa insan kafir olur və bu icmadır. Və məndən dəfələrlə soruşublar ki, zahiri əməllər imanın kamilliyi üçün şərtdir, yoxsa imanın sihhəti üçün? Mən də cavabında deyirəm ki, alimlərdən çoxu, xüsusən də keçmiş alimlər deyir ki, zahiri əməllər imanın kamilliyi üçündür. Yəni, bunu cümhur deyir. Bəzisi də deyir ki, sihhəti üçün şərtdir. Sihhəti üçün şərtdir deyənlər bir neçə müasir alimdir. Yəni, onları barmaqla sayarsan. Yəni, mən bilirəm və etiqad edirəm ki, bunun ikisini də deyənlər var. Və ona görə də cavab olaraq deyirəm ki, hər ikisini deyənlər var. Sadəcə olaraq o alimlər ki, deyirlər, zahiri əməllər imanın sihhəti üçündür, o alimlər nə Qur'an, nə də sünnədən, nə də ki, alimlərin sözlərindən qəti olaraq bir şey gətirməyiblər. Aydın oldu? Sadəcə olaraq bizim o alimlərə böyük hörmətimiz var. O alimlər ictihad əhlidir və inşallah onlar ictihadlarına görə savab əldə edirlər. Yəni, bunu bir neçə müasir alim deyir. Lakin keçmişdə olan alimlər və həmçinin Qur'an və sünnə dəlalət edir ki, zahiri əməllər imanın kamilliyi üçündür. Necə ki, cahilliyin üzrü olması. Baxın, bir keçmiş alimdən tapmarsan ki, onlar desin ki, şirk məsələsində cahillik üzrlü deyil. Yoxdur belə alim. Əksinə, bütün keçmiş alimlər Qur'an və sünnəyə əsaslanaraq bildiriblər ki, cahillik üzrlüdür, hətta təvhid məsələlərində. Lakin müasir alimlərdən bir neçəsi deyiblər ki, cahillik üzrlü deyil. Aydındır? Halbuki buna heç bir dəlil yoxdur. Yoxdur Qur'an və sünnədən bir dənə qəti dəlil tapmarsan ki, cahillik üzrlü olmasın. Ona görə də İbn Hüseymin rahimehullah buyurur ki, bir nəfər dəlil gətirə bilməz ki, cahillik üzrlü deyil. Və sonra deyir, əgər cahillik üzrlü olmasaydı, onda rəsulların göndərilməsində fayda olmazdı. Aydındır? Yəni, sözümün canı nədir? Yəni, demək istəyirəm ki, alimlərin bir neçəsi var deyib ki, zahiri əməllər imanın sihhəti üçündür. Lakin cümhur alimlər deyiblər ki, zahiri əməllər imanın kamilliyi üçündür. Çünki Qur'an və sünnə buna dəlalət edir. Həmçinin bəzi qardaşlar gəlib şəxsən rəy soruşurlar. Məsələn, deyirlər ki, sənin filan məsələ barəsində rəyin nədir? Əgər mənim rəyimi bilmək istəyirsənsə, mən heç kiməm öz rəyimi deyim. Bir də ki, sən mənim rəyimi neynirsən ki? Mən sadəcə olaraq bu barədə əhl-i sünnənin alimlərinin mövqələrini deyə bilərəm. Aydındır? Necə ki, namaz. Bəzi qardaşlar soruşur ki, namaz qılmayan kafirdir, yoxsa yox? Və ya deyir ki, sən namaz qılmayanı kafir sayırsan, ya yox? Subhanallah, sən mənim rəyimi neynirsən ki?
Sən soruş gör alimlər bu barədə nə deyirlər. Sən soruş gör əhl-i sünnənin bu barədə mövqeyi nədir. Sən bunu soruş. Yoxsa ki, sənin rəyin nədir? Bunu soruşma. Aydındır, qardaşlar. Və qəribəsi bundadır ki, subhanallah, doğrudan da təəccüblüdür. Bəzi qardaşlar misal üçün soruşurlar ki, zahiri əməllər imanın kamili üçündür, yoxsa sihhət üçün. Sən də cavabında deyirsən ki, məsələn, deyirsən ki, Şeyxülislam deyir ki, kamili üçündür. Sırazı gedib yayır ki, Rəşad zahiri əməlləri imanın kamili üçün şərt görür və bunun da beynini doldurublar ki, zahiri əməlləri imanın kamilliyi üçün şərt görənlər murciədirlər. Və nəticədə deyir ki, Rəşad murciədir. Halbuki, subhanallah, mən öz rəyimi deməmişəm. Mən sadəcə olaraq demişəm ki, filan alim belə deyir. Aydın oldu? Və ya gəlib soruşurlar ki, namaz qılmayanın hökmü nədir? Deyirsən ki, İmam Şafi və ya başqa alim və ya Şeyx Albani deyir ki, namaz qılmayan müsəlmandır. Sırazı gedib yayırlar ki, Rəşad namaz qılmayan müsəlman sayır. Halbuki mən öz rəyimi bildirməmişəm. Bax, bu xoşa gəlməyən haldır. Yəni, gərək bu olmasın. Elhamdülillah ki, Quran və sünnə dəlalət edir ki, namaz qılmayan müsəlmandır. Ona görə də məndən soruşanda deyirəm ki, əhl-i sünnənin əqidəsinə görə məsələ bu yerdədir. Alimlərdən belə deyən də var, əksini deyən də var. Ona görə elm tələbəsi gərək insaflı və ədalətli olsun. Əgər filan məsələ ixtilaflıdırsa, denən ki, ixtilaflıdır. Əgər icmadırsa, denən ki, icmadır. Yoxsa ki, elmsiz nə gəldi danışırsansa, məsuliyyət daşıyırsan. Deməli, biz bilirik ki, imanın şöbələri var. İmanın şöbələri var. Bunlardan eləsi var qəlbdə olur, eləsi var dildə olur, eləsi də var ki, bədən üzvlərində olur. Həmçinin eyni anda biz bilirik ki, sələfilər ittifaq edib ki, üzürsüz şəhadət kəlməsini deməyən kafirdir. Üzürsüz şəhadət kəlməsini deməyən kafirdir. Üzür dedikdə isə burada danışa bilməyən, yəni lal nəzərdə tutulur. Sələfilər bunda ittifaq etmişdir. Həmçinin sələfilər ittifaq etmişdir ki, qəlbi əməllər olmasa insan kafirdir. Məsələn, təsdiq, məhəbbət, qorxu və s. bu kimi qəlbi əməllər. Bunlar olmasa kafirdir insan. Həmçinin ittifaq etmişdilər ki, zahiri əməllərdən 4-ü istisna olmaqla, yəni namaz, oruc, zəkat və həc, buna deyirlər məbənil ərbə'a. Bunlar istisna olmaqla hər hansı bir zahiri əməli tərk edən, yəni tərk etsən, kafir sayılmırsan. Yəni bunlar istisna olmaqla hər hansı bir zahiri əməli tərk etsən, kafir sayılmırsan. Yəni əhl-i sünnə bunda da ittifaq etmişdir. Məbənil ərbə'də isə, yəni namazda, orucda, zəkatda və həcdə əhl-i sünnə ixtilaf etmişdir. Aydındır? Cumhur sələflər isə zahiri əməlləri tərk edəni kafir saymayıblar. Biz də sələflərin qoyduğu qaydaya əsasən, hansı ki, bu bizimlə xavaricilərin arasında olan fərqdir, belə ki, biz böyük günah sahibini təkfir etmirik. Və iman babında əhl-i sünnənin etiqadına əməl edərək deyirik ki, imanın şöbələrindən bir hissəsinin getməsi ilə imanın əsli getmiş sayılmır. O vaxta qədər ki, imanın əsli getməyincə. Aydın oldu? Yəni, bir insanda iman o vaxt olmur ki, ondan imanın əsli getsin. Yoxsa ki, hansısa bir hissəsinin olmaması imanın əslinin getməsi demək deyil. Necə ki, biz bunu inşallah ətraflı izah edəcəyik. Elm əhlindən bəzisi, hansı ki, o elm əhli ki, namaz qılmayanı təkfir edir, onlar bu məsələyə müxalif çıxmışdılar. Çünki onlar zahiri əməllərdən olan namazı tərk edəni kafir etmişdilər, təkfir etmişdilər. Və biz də deyirik ki, namaz qılmayanı təkfir edənlər bu məsələdə kənardadırlar. Aydındır? Başqa cür desək, onlar bu məsələyə qarışmırlar. Çünki onlara görə namazı tərk etmək küfürdür. Lakin burada söhbət bundan getmir. Çünki biz yuxarıda da dedik ki,
bəziləri çıxıb deyir ki, zahiri əməlləri tərk etmək küfürdür. Amma kimsə namaza görə təkfir edirsə, bu başqa məsələdir. Yəni, sən desən ki, mən namaz qılmayanı təkfir edirəm, sənə heç kim heç nə deməyəcək. Lakin sən desən ki, zahiri əməllər olmasa insan kafirdir, artıq bu xətadır. Aydın oldu? Bu məsələnin izahı üçün Şeyx İbn Hüseyminin sözünə fikir verin. Şeyx Hüseymin rahiməhullah namaz qılmayanı kafir sayan alimlərdəndir. İbn Hüseymin şəfaət hədisini şərh edərkən buyurur. Bu hədisin mənası budur ki, yəni şəfaət hədisinin mənası budur ki, Allah Taala rəsullara, mələklərə, peyğəmbərlərə və həmçinin salih insanlara izin verəcək ki, cəhənnəmdən bəzilərinin çıxmasına şəfaətçilik etsinlər. Beləliklə də onların şəfaəti sayəsində cəhənnəmdən Allahın istədiyi qullar çıxacaq. Və sonra deyir şeyx, şəfaətçilər qurtardıqda isə, hansı ki şəfaət edənlər qalmayacaq, tək qalacaq Ərhamur Rahimin olan Allah Taala. Və Allah Taala öz rəhməti ilə cəhənnəmdən istədiyi qulları çıxardacaq. Və onların boyunlarına möhürlər vurulacaq ki, onlar, yəni bilinmələri üçün ki, onlar Allah Taalanın azad etdiyi kəsilərdir. Və onlar cənnətə daxil olacaqlar. İbn Hüseymin sözünü davam edərək buyurur ki, hədisdə keçən ləm ya'məlu həsənətən qat kəlməsi, yəni heç vaxt xeyir əməl etməyiblər kəlməsi o deməkdir ki, yəni bu söz dəlalət edir ki, ennəhum mə amilu ə'mələn salihətən. Onlar salih əməl etməmişdilər. Və sonra buyurur, lakinnəl iman qad vaqara fi qulubihim. Lakin iman onların qəlblərinə daxil olmuşdur. Yəni onların qəlblərində iman var idi. Aydın oldu? İndi fikir verin. İbn Hüseymin məsələni, yəni hədisi izah edir. Və hamınız bilirsiniz ki, İbn Hüseymin namaz qılmayanı təkfir edən alimlərdəndir. Və görün nə deyir? Buyurur ki, yəni Şeyx İbn Hüseymin rahimehullah bu hədisi iki variantla izah edir. İki variantla izah edir. Və buyurur ki, birinci ehtimal odur ki, heç bir xeyir əməl etməyib cəhənnəmdən çıxan insanlar, hansı ki hədisdə keçir, onlar ya əməl etməyə imkanları olmayıb ölüblər, yəni əməl etməyə vaxtları qalmayıb, misal üçün iman gətirib, yəni şəhadət kəlməsini deyib, İslama daxil olub və dərhal ölüblər. Yəni vaxt qalmayıb ki, əməl etsinlər. Və beləliklə də hədisdə keçən heç bir xeyir əməl etməyiblər kəlməsi öz yerini tapır. Yəni vaxt qalmayıb əməl etməyə ölüblər və bununla da hədislə uyğunlaşırlar. Bu birinci ehtimaldır. Şeyx Hüseyminin gətirdiyi. Təbii ki, Şeyx Hüseyminin gətirdiyi bu ehtimal düzgün deyildir. Lakin bu alimin öz ictihadıdır. Və səhv desə belə, inşallah bir savabı vardır. Şeyx Hüseyminin gətirdiyi bu ehtimala alimlər cavab verir ki, o cəhənnəmə düşən insanlar etdiyi əməllərə görə cəhənnəmə düşmüşdülər. İnsan nəyə görə cəhənnəmə düşür? Təbii ki, hansısa günahına görə. Yəni, insan etdiyi əməllərə görə cəhənnəmə düşür. Onların da cəhənnəmə düşməsi artıq dəlalət edir ki, onlar əməl etmişdilər. Deməli, buradan görsənir ki, Şeyx Hüseyminin deməsi ki, onların əməl etməyə vaxtları qalmayıb, bu söz düzgün deyil. Çünki dedik ki, cəhənnəmə düşən mütləq əməl edib cəhənnəmə düşür. Bu da o deməkdir ki, onların əməl etməyə vaxtları var idi. Aydın oldu? Həmçinin biz bilirik ki, Allah Taalanın lütfü və rəhmətidir ki, İslama girdikdən sonra əməl etməyə vaxtı qalmayan insanları cəhənnəmə atmasın. Çünki insan İslama daxil olduqdan sonra onun keçmiş günahları bağışlanır. Necə ki, hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm bunu bizə bildirmişdir. Bu belə. Və sonra İbn Hüseymin sözünü davam edərək ikinci ehtimalı deyir. Və buyurur ki, ya da ki, bu ümumidir. Lakin burada istisna var. Hansı ki, nusus,
yəni Quran və sünnə dəlalət edir ki, namaz qılmayan kafirdir. Çünki insan mütləq namaz qılmalıdır. Namaz qılmayan insan kafirdir. Bu İbn Hüseyminin şəfaət hədisinə verdiyi izahdır. Deməli, burada şəhid hissəsi hardadır? Yəni, mənim İbn Hüseyminin sözünü gətirməkdə məqsədim nədir? Məqsədim odur ki, Şeyx Hüseymin, rahiməhullah, zərrə qədər də olsun belə işarə etmədi ki, hədisin zahiri, yəni şəfaət hədisinin zahiri, sələfin iman mövzusunda əqidəsinə ziddir. Bu sözü işlətmədi. Əksinə dedi ki, bu hədisi ümumi götürsək, nususun, yəni Quran və sünnənin dəlalət etdiyi qeydlə götürürük. O da namazdır. Hansı ki, nusus, yəni Quran və sünnə dəlalət edir ki, namaz qılmayan kafirdir. Yenə qeyd edirəm, yəni Şeyx Hüseymin namaz qılmayanı kafir sayan alimlərdəndir. Yoxsa sözümdən belə başa düşməyin ki, əhl-i sünnənin etiqadına görə namaz qılmayan kafirdir. Xeyr, belə deyil. Bunu dəfələrlə izah etmişik ki, namaz məsələsində əhl-i sünnə alimləri ixtilaf etmişdir və fəqihlərin çoxu namaz qılmayanı müsəlman saymışdır. Necə ki, bunu Şeyxülislam İbn Teymiyyə rahimehullah demişdi. Deməli, indi diqqətlə fikir verin. Əgər Şeyx Hüseymin namaz qılmayanı təkfir etməsəydi, nə ehtiyac var idi ki, bu ikinci izahı versin? Düz deyil? Deməli, buradan görsənir ki, əgər Şeyx Hüseymin namaz qılmayanı təkfir etməsəydi, hədisin zahirini deyəcəkdi. Məsələn, Şeyx Albani kimi. Hədisin zahiri nədir? Hədisin zahiri də odur ki, heç bir xeyir əməl etməyib cəhənnəmdən çıxanlar olacaq. Heç bir xeyir əməl etməyib cəhənnəmdən çıxanlar olacaq. Elədir? Bu da dəlalət edir ki, zahiri əməllər imanın kamili üçündür. Aydın oldu? Deməli, bununla da bilinir ki, zahiri əməlləri tərk etməkdə olan ixtilaf bu alimlərlə deyil. Məsələn, Şeyx Hüseymin. Şeyx Hüseymin hədisi şərh edərkən namazı qeyd etdi və bildirdi ki, orada namaz istisnadır. Bununla da bildik ki, əgər Şeyx Hüseymin namaz qılmayanı təkfir edənlərdən olmasaydı, hədisin zahirini deyəcəkdi və bununla da məsələ qurtaracaqdı. Deməli, bu məsələdə olan xilaf bu alimlərlə deyil. Xilaf o insanlarladır ki, o insanlar deyirlər ki, zahiri əməlləri tərk etməklə insan kafir olur. Aydın oldu? Yəni, söhbət burada bundan gedir. Yoxsa ki, namaza görə təkfir etsəydin, heç kimin səninlə işi yox idi. Amma sənin deməyin ki, zahiri əməlləri tərk edən kafirdir, yəni bu ləfslə bir tərəfli çıxış etməyin xətadır və düzgün deyildir. Hətta üstəlik deyirlər ki, zahiri əməlləri tərk edəni kafir saymayanlar murciədirlər. İnşallah, yəni bunun xəta olmağını aşağıda ətraflı izah edəcəyik. Yenə qeyd edirəm. Diqqətlə qulaq asın. Biri sual verir və deyir ki, zahiri əməlləri tərk etməklə, yəni zahiri əməlləri tərk etmək küfürdür, yoxsa yox? Deməli, o alimlər ki, namaz qılmayanı təkfir ediblər, o alimlərə görə bu sualın cavabı belədir. Bəli, küfürdür. Çünki zahiri əməllərin içərisində namaz da var. Onlar namaz qılmayanı təkfir edirlər deyə, artıq namazın olmadığına görə deyirlər ki, bəli, küfürdür. Lakin burada bir incəlik var. Onlar namaza görə təkfir edirlər. Amma sən deyirsən ki, zahiri əməllər olmasa insan kafirdir. Bax, fərq də burasındadır. Aydın oldu fərq? İnşallah, indi sizə Quran və sünnədə varid olan dəlilləri gətirəcəm və bildirəcəm ki, zahiri əməlləri tərk edən əbədiyyən cəhənnəmdə qalmayacaq. Yəni, təvhidinə görə son mənzili cənnət olacaqdır. Yeri gəlmişkən bir mühüm məsələni izah edim. Deməli, bəzi savadsızlar elə başa düşürlər ki, əgər belədirsə, zahiri əməllər olmasa da olar. Yəni, arxayınlaşırlar. Bu isə bəladır. Yəni, bizim bunu danışmaqda məqsədimiz bu deyil. Yəni, məqsəd bu deyil ki, sən zahiri əməlləri tərk edəsən. Aydın oldu, qardaşlar. Sadəcə olaraq bunu danışmaqda məqsəd odur ki,
O insanlar ki, deyirlər, zahiri əməlləri tərk edən kafirdir və əbədiyyən cəhənnəmlikdir və bu əhl-i sünnədə icmadır, bunların sözünün xəta olmasını isbat etməkdir. Aydın oldu? Yəni, burada məqsəd budur. Bax, bunun xəta olmasını, bu cür görüşün bir mənalı olaraq əhl-i sünnəyə nisbət edilməsinin düzgün olmadığını sübut etmək üçün bu danışırıq. Əks halda, məlumdur ki, zahiri əməlləri tərk etmək cəhənnəmə düşməyə səbəbdir. Həmçinin Allaha üsyan etməkdir, böyük günahdır, cəhənnəmdə əzab çəkməkdir. Yəni, biz buna etiqad edirik. Lakin burada dediyim kimi söhbət başqa şeydir. Onu da yuxarıda izah etdim. Deməli, şək yoxdur ki, zahiri əməllər imandandır. Diqqətlə qulasın. Şək yoxdur ki, zahiri əməllər imandandır və ya həqiqi şəri imana daxildir. Bunda şək yoxdur. Daxil deyil deyənlər murciələrdir. Daxil deyil deyənlər murciələrdir. Ona görə biz qətiyyətlə deyirik ki, zahiri əməllər imana daxildir. Və bu barədə səhabələrdən, tabinlərdən və onlardan sonra gələnlərdən əsərlər olduqca çoxdur. Bu əsərlər dəlalət edir ki, zahiri əməllər Allahın dinindəndir. Həmçinin bununla yanaşı, Qur'an və sünnə dəlalət edir ki, bir insanda imanın əsli qala-qala, yəni təsdiq, boyun əymək, dinlə iqrar etmək və s. başqa qəlb əməllər qala-qala, zahiri əməlləri tərk edən insan Allahın istəyinə daxildir. Aydın oldu? Və bu müvahhidlər şəfaət edənlərin şəfaəti ilə və həmçinin Ərhamur Rahimin olan Allahın rəhməti ilə cəhənnəmdən çıxacaqlar. Bu dediyimizi əsaslandırmaq üçün sizə Qur'an və sünnədən dəlillər zikr edəcəyik. Həmçinin Əhl-i Sünnənin böyük alimlərinin sözləri ilə sübut edəcəyik ki, zahiri əməllər imanın kamilliyi üçündür. O ki, qaldı Qur'andan. Məsələn, Allah Teala buyurur: İnnəlləhə lə yəğfiru ən yüşrakə bihi və yəğfiru mə dunə zəlikə limən yeşə. وَمَنْ يُشْرِكْ بِاللّٰهِ فَقَدْ اِفْتَرَى اِسْمًا عَظِيمًا. Şübhəsiz ki, Allah ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür. Deməli, bu ayə ümumi ayədir və heç bir qeydlə xüsusiləşməyib. Yəni, Allah Teala bildirib ki, günah nə qədər böyük olsa belə, şirkdən başqa olan günahı istədiyinə bağışlayacaq. Və Allah Teala bu ayədə bağışlanmamağı tək bir şeyə bağladı. Allah Teala bu ayədə bağışlanmamağı tək bir şeyə bağladı. O da şirkdir. Yəni, bağışlanmayan şirk olacaq. Aydın oldu? Həmçin Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsində bu ümumini gücləndirmək üçün hədis də varid olmuşdur. Necə ki, İbn Abbasın hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Qalallahu azza və cəllə. Allah Teala dedi: Yəbnə Ədəm, İnnəkə mə dəavtəni və rəcəvtəni ғəfərtu ləkə alə mə kənə fik. Ey Adəm övladı, nə qədər ki sən mənə dua edərsən və mənə ümid bəsləyərsənsə, sənin günahlarını bağışlayaram. وَلَوْ أَتَيْتَنِي بِقُرَابِ الْأَرْضِ خَطَايَا لَقِيتُكَ عَلَى الْأَرْضِ مَغْفِرَةً مَا لَمْ تُشْرِكْ بِي. Əgər mənim hüzuruma yer dolusu qədər günahla gəlsən və mənə heç bir şeyi şərik qoşmarsansa, sənə yer dolusu qədər məğfirətlə gələrəm. وَلَوْ بَلَغَتْ خَطَايَاكَ عَنَانَ السَّمَاءِ ثُمَّ اسْتَغْفَرْتَنِي لَغَفَرْتُ لَكَ. Sənin günahların səmaya qədər belə çatsa, sonra məndən bağışlanma diləsən, səni bağışlayaram. Bu hədisi Təbərani rivayət etmişdir və hədis səhih hədisdir. Həmçinin sünnədən olan dəlillərdən misal üçün şəhadəteyn hədisləri. Şəhadəteyn hədisləri. Məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Mə min abdin qalə la ilahə illallah thumma mətə alə zəlik illə dəxalə cənnə.
Elə bir insan yoxdur ki, la ilahə illallah desin və sonra bunun üzərində ölsün və cənnətə daxil olmasın. Əbu Zər deyir, ey Allahın elçisi, və in zənə və in səraq, zina edib, oğurluq etsə belə, Peyğəmbər sallallahu aleyhi və səlləm cavab verir ki, və in zənə və in səraq, zina edib, oğurluq etsə belə. Bu hədisi Buxari və Müslim rivayət etmişdir. Deməli, bu hədislər göstərir ki, bir insan la ilahə illallah deyərsə və şirk etmərsə, dediyi la ilahə illallah ona fayda verəcəkdir. Əgər kim desə ki, fayda verməyəcək, artıq Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünə qarşı bir növ həddi aşmışdır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədislərdə yalnız və yalnız bu kəlməni deməyi bildirmişdir. Və həmçinin səhabələr bu hədisləri eşidəndə, bu hədislər onların heç birinə müşkil yaratmamışdır. Aydındır? Həmçinin bu hədislər və ya buna oxşar olan hədislər o demək deyil ki, la ilahə illallah kəlməsini dedin, artıq birbaşa cənnətə gedəcəksən. Xeyr, bu heç də bu cür deyil. Bu hədislər o deməkdir ki, o insan cəhənnəmdə yansa belə, onun son mənzili Allahın rəhməti ilə cənnət olacaqdır. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm bu kəlmənin fayda verəcəyini bildirmək istədikdə, bu kəlmənin yanında başqa şey qeyd etmədi. Yalnız bir qeyddən başqa. O da bu kəlməni qəlblə deməkdir. Aydındır? Bir hədisdə gəlib ki, bir gün bir neçə sahabə münafiqlər haqqında danışdıqda söhbət gəlib çatır Məlik ibn Dəxşəm və ya Duxşum adlı bir nəfər münafiqə. Və başlayırlar, yəni sahabələr bunun halından danışmağa və Peyğəmbər sallallahu aleyhi və səlləm bu vaxt sakit durub müşahidə edir. Elə ki, bunların söhbəti uzanır, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əleysə yeşhədu ən la ilahə illallah, məgər o, Allahın tək haqq ilah olduğuna şahidlik gətirilmirmi? Sahabələr deyirlər ki, İnnəhu yəqulu zəlik. O bunu deyir. Bu zaman Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Vəlləzi bə'asəni bilhaqq, ləin qaləhə sadiqan min qalbihi, lə təəkuluhu nar əbədən. Qalu fəmə fərihu bi şeyin qat kəfərahihim bimə qal. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, məni haqq üzərinə göndərənə and olsun ki, əgər bu kəlməni, yəni la ilahə illallah kəlməsini sadiq qəlblə deyərsə, heç vaxt ona ot toxunmaz. Sonra deyir, sahabələr buna sevinən kimi heç bir şeyə sevinməmişdilər. Bu ləfz İmam Əhmədin Musnədində keçir, İmam Buxarinin rəvayətində isə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, فَإِنَّ اللّٰهَ قَدْ حَرَّمَ عَلَى النَّارِ مَنْ قَالَ لَا إِلَٰهَ إِلَّا اللّٰهُ يَبْتَغِي بِذَٰلِكَ وَجْهَ اللّٰهِ. Allah Teala bu kəlməni deyib, onun rizasını qəsd edənlərə cəhənnəmi haram etmişdir. İndi burada sual çıxır. Əgər bu kəlmə əməlsiz fayda vermirsə, orada olan sahabələr nəyə sevinirdilər? Aydın oldu? Həmçinin burada Peyğəmbər sallallahu aleyhi və səlləm bildirir ki, yəbtəği bizəlikə vəcihallah, o kəlmə ilə Allahın rizasını qəsd edərsə, yəni sadiq olub ixlaslı olarsa. Aydındır? Bunun da yeri qəlbdir. Qəlb. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, və şəfaəti limən şəhidə ən la ilahə illallah muxlisan yusaddiqu qalbuhu lisanəhu və lisanuhu qalbəhu. Mənim şəfaətim o kəslərədir ki, onlar şəhadət kəlməsini ixlasla deyirlər, qəlbi dilini təsdiqləyir, dili də qəlbini təsdiqləyir. Aydındır? Hədisi İmam Əhməd rivayət etmişdir, həmçinin İbn Hibban, Hakim hədisə səhih demişdilər. Həmçinin İmam Zəhəbi hədisi səhihləşdirmişdir. Həmçinin bu hədisin isnadını Əhməd Şəkir səhihləşdirmişdir. Həmçinin hədisi Şüeyb Arnavud həsənləşdirmişdir. Həmçinin başqa bir siyaqda bu hədisin mənası ilə ittifaq olunan hədis Buxari və Müslimdə gəlmişdir.
Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Mə min nəfsin təmutu təşhədu ən la ilahə illallah və ənni rasulullah yarci'u zəlikə ilə qalbi muqinin illə qafarallahu ləhə." Diqqətlə qulaq asın. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, ölən elə bir nəfs yoxdur ki, yəqin qəlblə Allahın tək haqq ilah olduğuna və mənim onun rəsulu olduğuna şahidlik gətirsin, Allah onu bağışlamasın. Yəni, belə bir insan olmayacaq. Yəni, yəqin qəlblə şəhadəti deyən bağışlanacaqdır. Bu hədisi İmam Əhməd ibn Məcə, İbn Hibban və Hakim rivayət etmişdir və səhihləşdirmişdilər. Həmçinin Şeyx Albani hədisi səhih görmüşdür. Baxın, bu dəlillərin heç birində Peyğəmbər sallallahu aleyhi və səlləm əməli qeyd etmədi. Əksinə dedi ki, dili qəlbində olanı təsdiqləyərsə. Demədi ki, əməli sözünü təsdiqləyərsə. Aydındır? Burada bir mühüm məqam var. Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədislərdə buyurdu ki, qəlbi ilə təsdiqləyərsə. Bu o deməkdir ki, sənin ağlıma gəlməsin ki, münafiqlər cənnət əhlidir. Aydındır? Və əgər sadiqlikdən və ixlasdan başqa qulaq asın. Və əgər sadiqlikdən və ixlasdan başqa qeyd olsaydı, Peyğəmbər sallallahu aleyhi və səlləm mütləq qeyd edərdi. Həmçinin biz deyirik ki, bu yuxarıda keçən hədislər zahiri mənası ilə götürülür. Kim hədisi zahiri mənasından çıxardırsa, artıq dəlil gətirməlidir. Aydındır? Sonra başqa bir şey. Əgər desək ki, şəhadət kəlməsinin fayda verməsi üçün mütləq əməl lazımdır, onda bu hədislərin əhəmiyyəti itir. Aydındır, qardaşlar? Onda burada nətəcə bir şey oldu ki, hamı bilir ki, iki şəhadət kəlməsini deyib, əməl etmək cənnətə girmək üçün səbəbdir. Bunu bütün sahabələr bilirdi. Çünki buna Quran və sünnə dəlalət edir. Lakin bu hədislərdə başqa bir müjdə var idi. Yəni, təzə bir müjdə var idi ki, iki şəhadət kəlməsini sadiq qəlblə demək cənnətə girmək üçün səbəbdir. Hətta cəhənnəmdə yansa belə. Ona görə, kim desə ki, bu hədislərin zahiri mənası fayda vermir və mütləq əməl olmalıdır, artıq böyük xəta eləyib, batildir bu söz. Çünki söz başqadır, əməl başqa. Əgər əməl lazım olsaydı, Peyğəmbər sallallahu aleyhi və səlləm deyərdi. Düzdür, əməl lazımdır. Əməl lazımdır deyil deyənlər zəlalət əhlidir. Lakin söhbət bundan gedir ki, əməl imanın sihhəti üçün lazımdır, yoxsa kamillik üçün. Aydındır? Yəni, burada söhbət zahiri əməllərdən gedir. Həmçinin İnşallah sübut edəcəyik ki, böyük sələflər, hətta ən xeyirli sələflər bildiriblər ki, zahiri əməllər imanın kamilliyi üçündür. Başqa bir məsələ. Biz bilirik ki, hər bir nəticənin bir səbəbi vardır. Və bu səbəb ya tam səbəb olur, ya da ki, naqis səbəb olur. Bunun izahı. Diqqətlə qulaq asın. Tam səbəb müəyyən bir nəticənin olması deməkdir. Və ya tam səbəb müəyyən bir nəticəyə çatdırandır. Misal üçün, günəşin zəvalı zöhr namazının vacibliyi üçün tam səbəbdir. Naqis səbəbə isə məsələn, bir insan ağıllı olsa, lakin həddi buluğa çatmasa, o hələ mükəlləf olmuş sayılmır. Həmçinin həddi buluğa çatsa, lakin ağıllı olmasa həmçinin. Aydındır? Deməli, mükəlləflik üçün lazımdır ki, ikisi də bir yerdə cəm olsun. Biri olsa, digəri olmasa, artıq səbəb naqis səbəb sayılır. Aydındır? Deməli, biz bu qaydanı, yəni biz bunu bilsək və tam başa düşsək, artıq Peyğəmbər sallallahu aleyhi və səlləmin bu sözünü düzgün başa düşəcəyik. Hansı sözünü? Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, La ilahə illallah deyən cənnətə daxil olacaqdır. Burada La ilahə illallah kəlməsi cənnətə əzabsız girmək üçün səbəbdir. Lakin naqis səbəbdir.
nəticənin baş verməsi üçün və ya hasil olması üçün bununla yanaşı başqa bir səbəbə ehtiyac var. Nədir o səbəb? Əməl. O səbəb əməldir. Aydındır? Lakin tək bu kəlməni demək tam bir səbəbdir ki, o insanın son mənzili cənnət olsun. Yəni, bir insanın son mənzili cənnət olması üçün La ilahə illallah demək tam bir səbəbdir. Eyni ilə də Peyğəmbər sallallahu aleyhi və səlləm bu sözü. Müslimdə keçən hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, La yədxulul cənnətə nəmməmun. Nəmmam cənnətə daxil olmayacaq. Deməli, burada nəmmamlıq səbəbdir ki, insan cənnətə daxil olmasın. Lakin naqis səbəbdir. Nəmmamlıqla yanaşı başqa səbəb də olmalıdır. O da bunu halal saymaqdır və ya küfr etməkdir. Aydın oldu? Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Mən salləl bərdeyn dəxaləl cənnə. Bərdeyn namazlarını qılanlar cənnətə daxil olacaqlar. Burada bu namazları qılmaq cənnətə əzabsız daxil olmaq üçün səbəbdir. Lakin naqis səbəbdir. Bununla yanaşı başqa bir səbəbə ehtiyacı var. O da başqa namazlar və başqa vacib əməllərdir. Aydın oldu? Həmçinin bundan sonra deyirik ki, nəticənin hasil olması üçün maniyələrin olmamasıdır. Nəticə hasil olmaq üçün maniyə olmamalıdır. Yəni, maniyə itməlidir ki, nəticə hasil olsun. Məsələn, təkəbbürlük. Təkəbbürlük cənnətə daxil olmamaq üçün səbəbdir. Lakin eyni anda təvhidin olması cəhənnəmdə əbədi qalmaq üçün maniyədir. Həmçinin məşhur hədisdə o kişi ki, öləndən sonra yandırılmasını əmr edir. Peyğəmbər sallallahu aleyhi və səlləm o kişi haqqında buyurur ki, o insan heç vaxt xeyir əməl etməmişdir. Lakin bununla yanaşı Allah Taala onu bağışladı. Çünki o insanda təsdiqlə, yəni o insanda təsdiqdən əlavə Allahdan qorxu var idi. Həmən o qorxu onu cəhənnəm əzabından qurtulmaq üçün bir səbəb oldu. Aydındır? Baxın, Şeyx Huneyman Kitab-ı Təvhidin şərhində bu hədisi şərh edərkən buyurur. Peyğəmbər sallallahu aleyhi və səlləmin bu sözü ki var, o insan heç vaxt xeyr əməl etməyib. Şeyx Huneyman deyir ki, bu sözdə məqsəd zahir əməllərdir. Bu sözdə məqsəd zahir əməllərdir. Yəni, heç vaxt xeyr əməl etməyib. O deməkdir ki, heç vaxt zahiri əməlləri etməyib. Lakin onun qəlbində imanın əsli var idi. Həmçinin o kişinin bunu sənin qorxundan etdim deməsi dəlalət edir ki, o insan Allaha haqq hesab gününə inanırdı. Aydın oldu? Yəni, bu izah Şeyx Huneyman izahıdır. Həmçinin Şeyxülislam İbn Teymiyyə Rahiməhullah öz fətavasında 12-ci cildin 491-ci səhifəsində bu hədis haqqında danışarkən buyurur. O kişi Allaha inandığına görə, həmçinin axirət gününə inandığına görə, həmçinin bilməyi ki, insan öləndən sonra Allah Taala onu mükafatlandırır və ya cəzalandırır, artıq bununla salih əməl etmişdir. Necə etmişdir? Hansı salih əməl? Axı Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, heç bir xeyr əməl etməyib. Baxın, Şeyxülislam rahiməhullah buyurur. وَهُوَ خَوْفُهُ مِنَ اللّٰهِ أَنْ يُعَاقِبَهُ عَلَى ذُنُوبِهِ Qorxurdu ki, Allah Taala onu günahına görə cəzalandırar. Yəni, Şeyxülislam əməl deyəndə qorxunu qeyd etdi. O da qəlbi əməldir. Aydındır? Deməli, aydın oldu ki, Şeyxülislam hədisi belə şərh etdi. Əgər kimin etirazı olsa, deməli, birbaşa Şeyxülislam İbn Teymiyyə rahimehullah etiraz edib. Və sonra bəzilər deyirlər ki, bu hədisdə namaz istisnadır. Yəni, bu dəlil ümumidir. Və Quran və sünnə dəlalət etməyi ki, Quran və sünnənin dəlalət etməyi ki, namaz qılmayan kafirdir, deməli, namaz xüsusiləşir. Yəni, ümumidən namaz xüsusiləşir. Yəni, namaz istisnadır. Buna da cavab olaraq deyirəm ki, əgər bir xəbərdə istisna zikr olunursa,
ondan sonra xüsusi söhbəti qəbul olunmur. Niyə olunmur? Çünki bu artıq Peyğəmbər sallallahu aleyhi və səlləmə ittiham etməkdir. Yəni, sən demək istəyirsən ki, Peyğəmbər sallallahu aleyhi və səlləm məsələni bizə tam bəyan etməyib. Bu da batildir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə yalnız təvhidi istisna etdi. Buyurdu ki, illət təvhid. Başqa şey qeyd etmədi. Aydındır? Əgər lazım olsaydı, deyərdi ki, yox, burada namaz istisnadır. Aydındır? Amma bunu demədi. Deməli, kim desə ki, burada namaz istisnadır, artıq bilmədən danışmışdır. Həmçinin başqa cür cavab olaraq deyirik ki, namaz qılanlar şəfaət hədisində, misal üçün şəfaət hədisində, namaz qılanlar hədisin əvvəlində zikr olunmuşdur. Həmçinin oruç tutanlar, həcc edənlər və başqa əməl edənlər. Yəni, bu əməllər hamısı zikr olunmuşdur. Yəni, bu əməllərdən başlayaraq gəlir və o yerə çatır ki, cəhənnəmdən elə insanlar çıxacaq ki, onlarda yalnız sadiq qəlblə deyilən təvhid kəlməsi olacaq. Aydın olur? Həmçinin belə hədislər çoxdur. Misal üçün, şəfaət hədisləri. Bir hədisdə gəlib ki, Peyğəmbər Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşur ki, Ya Rasulallah, mən əsədun nəsi bi şəfaətikə yevməl qiyamə. Ey Allahın Rəsulu, qiyamət günü, yəni sənin şəfaətinə nail olan xoşbəxt insanlar kimlərdir? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən qalə la iləhə illallah xalisən min qalbihi. Kim xalis qəlblə la iləhə illallah desə. Baxın, burada Peyğəmbər sallallahu aleyhi və səlləm nəyə qeyd etdi? Bildirdi ki, şəfaətimə nail olanlar o kəslərdir ki, sadiq qəlblə la iləhə illallah desin. Aydın oldu? Yəni, bu cür şəfaət hədisləri çoxdur. Həmçinin şübhələrdən deyirlər ki, bu hədislər, yəni şəfaət hədisləri zəifdir və ya şazdır. Bu şübhənin cavabını çox uzatmıram, çünki bunu yalnız hədis elmindən və ya şəriətdən anlayışı olmayan deyə bilər. Çünki bu şəfaət hədisləri Buxari və Müslimdə keçir. Və ümmətin böyük imamları, bir neçə alim istisna olmaqla, Buxari və Müslimdə olan hədislərin qəbulunda icma etmişdilər. Necə ki, bunu Şeyxülislam İbn Teymiyyə və İbn Həcər və başqalar qeyd etmişdir. Həmçinin səhabələrdən gətirirlər və deyirlər ki, bəzi hədislərdə gəlib ki, cəhənnəmdən səcdə və namaz əhli çıxacaq. Yəni, mütləq alında səcdə izi olmalıdır. Bu batildir. Bunu bu cür başa düşmək fəhmin dar olmasıdır. İndi mən sual verirəm. Baxın, bir insan sübh namazından sonra şəhadət kəlməsini dedi. Hər şeydən tövbə elədi və İslama daxil oldu. Və zöhür namazına qədər olan vaxtda içki içib zina etdi və öldü. İndi mən sual verirəm. Bu insan kafirdir yoxsa müsəlman? Cavab, bu insan müsəlmandır. O insan müsəlman kimi öldü. Və o cəhənnəmdə yansa belə, onun son mənzili cənnətdir. Aydındır? Əgər desən ki, kafirdir, deməli sən onun içki içib zina etdiyinə görə onu İslamdan çıxartdın. Bu da xavariclərin əqidəsidir. Aydındır? Həmçinin bəziləri bu şəfaət hədislərinə deyirlər ki, bu hədislər mütəşabih hədislərdir və mütləq muhkəm olan hədisləri qaytarılmalıdır. Buna cavab olaraq deyirəm ki, subhanallah, 100 illərdir bu hədislər var və buna heç kim mütəşabih hədis deməyib. İndi kiminsə çıxıb bu hədislərə mütəşabih deməsi ağla sığmayan bir şeydir. Bu o deməkdir ki, o onun özünə mütəşabihdir. Əslində isə, əlhamdülillah, açıq aydın hədislərdir. Həmçinin bu barədə olan şübhələrdən deyirlər ki, əgər belə olsaydı, yəni əgər la ilahə illallah deyən cənnətə girəcəksə, deməli münafiqlər də cənnətə girəcəklər. Çünki onlar da bu kəlməni deyirlər. Bu da şübhələrdəndir. Buna cavab olaraq deyirəm ki, burada günəş kimi aydındır ki, burada söhbət tək bu kəlməni deməkdən getmir. Məlumdur ki, burada mütləq qəlbi əməl olmalıdır. Yəni, əgər filan kəlməni, yəni,
əgər filan kəlməni demək qeyd olunubsa, mütləq qəlblə bağlanmalıdır. Misal üçün, Peyğəmbər sallallahu aleyhi və səlləm əmisi Əbu Talibə deyirdi ki, denən la ilahə illallah. Və ya başqa hədisdə gəlib ki, ərəblərə deyərdi ki, qulu la ilahə illallah tuflihu. La ilahə illallah deyin və nicat tapın. Və onlar tək bu sözdən başa düşdülər ki, o bizdən şirki tərk edib, tək Allaha ibadət etməyimizi istəyir. Yəni, qəlblə Allahın şəriətinə bağlanmaq istəyir. Aydındır? Yəni, məlum idi ki, sözlə yanaşı təsdiq də etməliydin. Aydın oldu? Münafiqlər isə qəlblə təsdiq etmirdilər. Yalnız və yalnız dildə deyirdilər. Bu da bunun fərqi. Həmçinin şübhələrdən deyirlər ki, şəfaət hədisi, yəni cəhənnəmdən çıxanlar o kəslər olacaq ki, onlar İslama daxil olub və əməl etməyə vaxtları qalmayıb. Yəni, bu cür şübhə atırlar. Buna cavab olaraq deyirəm ki, bu düzgün deyil. Ona görə ki, əgər bir kafir İslama daxil olsa, İslam onun keçmiş günahlarını aparır və o günahlar tərəziyə qoyulmur. Əgər İslama gəldikdən sonra tövbəsinə sadiq olsa, Allah Teala vəd verib ki, onun günahlarını tərəzinin sağ tərəfinə qoyacaq. Necə ki, Allah Teala vəd verib ki, o günahları savaba çevirəcək. Allah Subhanahu və Teala buyurur, İllə mən təbə və əmənə və amilə əmələn salihən fəuləikə yubəddilullahu seyyiətihim həsənət və kənəllahuğafuran rahimə. Ancaq tövbə edib, iman gətirən və salih əməllər edənlərdən başqa Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah bağışlayan və rəhm edəndir. Aydındır? Həmçinin şübhələrdən deyirlər ki, səhabələr icma ediblər ki, namaz qılmayan kafirdir. Odur ki, burada namaz istisnadır və o cəhənnəmdən çıxanların namazı var idi. Cavab, bu batildir. Səhabələr namaz qılmayanı təkfir etməkdə icma etməmişdirlər. Bunu dəfələrlə demişik və yenə deyirəm, yadda saxlayın. Səhabələr icma etməyiblər. Bunu deyən adamın biraz fəhmi olsa bilərdi ki, bu cür demək sənin özvə hüccətdir. Əgər səhabələr bunda icma etsəydilər, bu hədislər böyük işgəl yaradardı. Və biz onlardan bu hədislərin açıqlamasını görərdik. Yəni, bu barədə əsərlər və şərhlər olardı. Aydındır? Amma biz tam əksini görürük. Heç bir səhabə bunu, yəni şəfaət hədislərini başa düşməkdə çətinlik çəkməmişdilər. Bu da ən güclü dəlillərdəndir ki, səhabələrin namaz qılmayanı təkfir etməsində olan icmanı deyənlərin sözü batildir. Aydındır? Həmçinin bununla bilərsən ki, hədislərdə namazın tərk olunmasına görə gələn küfür sözü kiçik küfürdür. Yəni, İslamdan çıxartmayan küfür. Aydındır? Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Mən hələfə bi qeyrilləhi fəqad kəfərə əv əşraq. Allahdan qeyrisinə and içən artıq küfür etmişdir. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Sibabul muslim fusuq və qitaluhu kufr. Müsəlmanı söymək fasiqlik, öldürmək isə küfürdür. Və burada nəzərdə tutulan küfür, alimlərin ittifaqına görə kiçik küfürdür. Yəni, İslamdan çıxartmayan küfürdür. Həmçinin namazın tərkinə gələn küfür, İslamdan çıxartmayan küfürdür. Yox, əgər desən ki, namazın tərkinə gələn küfür böyük küfürdür, yəni İslamdan çıxardan küfürdür, onda mən səndən dəlil tələb edəcəm ki, bunları ayırdığına görə mənə dəlil gətir. Aydın oldu? Baxın, izah edirəm. Mən namaz qılmayanı təkfir edənin birindən soruşuram ki, sən nəyə görə namaz qılmayanı kafir sayırsan? O mənə cavabında deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim namazı tərk etsə, artıq küfür etmiş olur. Deməli, Peyğəmbərin sallallahu aleyhi və səlləmin küfür etmiş olur sözünü böyük küfür kimi başa düşüb. Aydındır? İndi mən deyirəm, ey qardaş, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, müsəlmanı öldürmək
küfürdür. Başqa bir hədisdə Allahdan qeyrisinə and içsən artıq küfür etmişdir. İndi mən soruşuram, burada qəsd olunan küfür hansındandır? Kiçik ya böyük? O mənə cavabında deyəcək ki, kiçik. Çünki başqa variantı yoxdur. Çünki əhlüsünnə alimləri ittifaq edib ki, burada qeyd olunan küfür İslamdan çıxartmayan küfürdür. Ona görə də onun cavabı bu olacaq ki, bu hədislərdə nəzərdə tutulan küfür İslamdan çıxartmayan küfürdür. Aha. Bu yerdə mən deyəcəm ki, sən ayırdın. Namazda olan küfrə dedin böyük, and içməkdə olan küfrə dedin kiçik. Elədir? İndi bunu ayırdığına görə mənə dəlil gətir. Nəyə əsasən bunların arasına fərq qoydun? Və beləliklə də bu şübhə aradan qalxır. Aydın oldu? Və Peyğəmbərin sallallahu aleyhi və səlləmin deməyi ki, kim namazı tərk etsə artıq küfr etmişdir. Burada da digər hədislərdə olduğu kimi İslamdan çıxartmayan küfr nəzərdə tutulur. Əgər kim nəsə başqa şey desə, qoy dəlil gətirsin. Aydındır? Bu da belə. Deməli, xülasə, bu şəfaət hədisləri və buna oxşar olan hədislər dəlalət edir ki, bir insan sadiq qəlblə, yəni qəlbi təsdiqlədiyi halda La ilahə illallah deyərsə, o cəhənnəmdə əzab çəksə belə, onun son mənzili cənnət olacaqdır. Və bununla da bilinir ki, zahiri əməllər imanın sihhəti üçün yox, əksinə kamilliyi üçün şərtdir. Həmçinin sağlam əqillə baxsaq, görərik ki, bu görüş daha səhihdir. Sələfilərin ittifaqına görə imanın əsli qəlblə deyib, dillə təsdiq etmək, furusu isə zahiri əməllərlə göstərməkdir. Misal üçün bir ağac. Ağacın olur kökü və olur budaqları. Sağlam ağılla da budur ki, ağacın budaqlarının getməsi o demək deyil ki, ağac yerli dibli getdi. Aydın oldu? Sadəcə olaraq budaqlarının olmaması ağacın naqisləşməsinə səbəbdir. Amma ağacın kökü, yəni əsli getsə, artıq ağac getmiş sayılır. Həmçinin də iman. İmanın əsli qəlblə təsdiq edib, dillə deməkdir. Budaqları isə bədən üzvlərinin əməlləridir. Yəni, əməllərin olmaması imanın tam getməsi demək deyil. Tam hasan gedir? Əsli gedəndə. Aydın oldu? Bu da belə. Bununla da bugünkü dərsi qurtarıram. İnşallah növbəti dərsdə bu barədə alimlərin sözlərini zikr edib və müəyyən şübhələrə cavab verib dərsi tamamlayacağıq. Və sallallahu alə nəbiyyinə Muhammed və alə əlihi və sahbihi əcməin. Bu dərs sizə ixlasla.com saytı tərəfindən təqdim olundu.